Salam uşaqlar, kvadrat köşlərinin ikinci bölməsinin davamını yazırıq. Demək 48-ci sualdan davam edirik. 3-cü dərəcədən 2 plus kök 5 üstəgəl 3-cü dərəcədən 2 minus kök 5. Necə eləyəsiniz uşaqlar? Demək birinci bunu bir dənə x-ə bərabər eləyək. Bir dənə bərabər eləyək bunu x-ə. Nə edirsiniz sonra? Başlayırıq kuba yüksəltməyə. Demək 3-cü dərəcədən yazın sizdə. Üstəgəl 3-cü dərəcədən 2 minus kök 5. Kubu bərabərdir x-in kubu. Bilirsiniz də soldan sağı kvadratı yüksəldə bilərsən kubadır. Solu kuba yüksəldirsənsə sağı da yüksəldirsən. Başlayırsınız indi bunu kub düsturun aşmağa. A plus b-nin kubunu necə açırdıq? A-nın kubu üstəgəl 3a kvadrat b plus 3ab kvadrat plus b kubu kimi aşmağa. Bu a-dır, bu da b-dir. Birincinin kubu 3-cü dərəcədən 2 plus kök 5-in kubu. Üstəgəl 3 vur 3-cü dərəcədən birincinin kvadratı vurulsun ikinci. Üstəgəl 3-cü dərəcədən birinci qalır uşaqlar. İkincinin kvadratı. Üstəgəl 3-cü dərəcədən 2 minus kök 5-in kubu. Bərabərdir x kub. Sonra nə edirsiniz burada? Burada bu kubla bu kub ixtisar gedir. Qalır 2 üstəgəl kökətdə 5 üstəgəl. Demək kublar ixtisar getdi. 2 üstəgəl kökətdə 5 plus 3 vurulsun. Burada fikir ver. 2 plus kök 5 var. Bir de 2 minus kök 5 var. 2 plus kök 5'i 2 minus kök 5'e vuranda plusu silip bura kvadrat koysam 4 sıx 5 mənfi 1 eləyir. Tamam. Onda nə eləyəsən? Demək gətirəsən qəşə bura. Bunu silək. Bura bir dənə mənfi atırsan mənfi 1'dir. 3-cü dərəcədən 2 plus kök 5'in biri qalır. Bir də deyirəm bu hissə. Demək burada 2 dənədir görürsən. Bunun birini bundan vurdum. Bu mənfi 1 elədi. Mənfisini attım buradakı qabağa. 2 plus kök 5 qalır. Eyni şeyi indi burada eləyəcəm. İndi bunun üstü kvadrat olduğu üçün birini bundan vururam. Mənfi eləyir. Çıxaq qoyursan. 3 vurulsun. İndi bundan biri getdi. Burada 2 dənə idi. 2 minus kök 5 qaldı. Üstəgəl bu dəfə də bu kubla bu kub gedir. 2 minus kök 5 bərabərdir x-in kubu. Çətini bura qədər idi. Sonra nə edirsiniz uşaqlar? İndi buradakı kök 5 ilə bu kök 5 islah gedir. Bu 2'dir, bu da 2'dir. Topladım 4. Minus qoyuram. 3 vuraq qoyuram. İndi bununla bunu ortaq çıxardırıq. Qalır onda 3-cü dərəcədən 2 plus kök 5. Qarşıya mənfi qoyduğum kimi üstə gələk. 3-cü dərəcədən 2 minus kök 5. Bərabərdir x-in kubu aldıq. İndi bax görələk bu yuxarıda biz bəs buna x deməmişdik. Buna x deməmişdik. Onda demək həmin şeyi gətirirsən. Bunun yerinə bir dənə x qoyursan. Olur 4 minus 3x bərabərdir x-in kubu. Uşaqlar bu da kub tənliklərdir. Kub tənlikləri həll edərkən sərbəst həddə baxın 4'dür. Sərbəst həddin bölündüyü ədədlər 1'dir, 2'dir, 4'dür, mənfi 1'dir, mənfi 2'dir, mənfi 4'dür, düzdür? Bu ədədləri gətirib yoxlayasınız. Məsələn, tutaq ki 1. Gətirin qoyun bura 4 çıx 3 vuraq 1 bərabərdir 1'in kubu. Bu tərəf 1'dir, burada 1 oldu. Sol və sağ doğrudur, deməli düzdür. Demək cavab neçəymiş? 1 imiş. Çox vaxt elə kiçik rəqəmlər olur, 1 olur, 2 olur. Ona görə bir-bir aparıb yoxlayırsınız. Yaxşı. Gəlin 49-cu suala baxaq. 49'da uşaqlar baxın 3 üstü 6'da 1 var, 2'də 1 var, 3'də 1 var. 3 üstü 6'da 1'ə bir dənə x deyirəm. Onda 3 üstü 2'də 1, 6'da 1'in baxın hələ 3 üstü 6'da 1'i kuba yüksətsəm 6 ilə 3 2'də 1 o. Demək 3 üstü 2'də 1 x'in kubu olacaq. 3 üstü 6'da 1'i mən 2'yə vursam 6 ilə 2 gedəcək 3 üstü 3'də 1 olacaq. Ona görə 3 üstü 3'də 1'ə də x'in kvadratı dedim.
kvadratı. İndi bundan sonra çox asan bir misal olacaq. Gətirirəm, indi qoyuram yerinə. Mötərizə açdım. 3 üstü 2-də 1 dediyinə görə x kub yazıram. 3 üstü 6-da 1 dediyinə x yazıram. Məxrəcə 3 üstü 3-də 1 var deyə x kvadrat plus 1 minus 1'i yazdım. İkinci mötərizədə 3 üstü 6-da 1, yəni 2x plus 1 çıx 3 üstü 3-də 1, bu da nə idi bizdə x kvadrat. Və salam. Başlayırıq indi misalımızı həll etməyə. Ortaq məxrəcimiz x kvadrat plus 1'dir, düzdür? Olur x kub plus 2x minus x kvadrat minus 1. Vurulsun 2x plus 1 minus x kvadrat. Uşaqlar, bu ikisindən x kvadratı çıxarsam, qalır x sıx 1, üstəgəl 2 sıx 1. Məxrəcdə qalsın hələ ki, vurulsun x plus 1'imiz qalır. Sonra sürətdə fikir verin, 2 sıx 1 2 dənədir. 2 sıx 1'i götürdüm, qaldı x kvadrat plus 1. Burada da x kvadrat plus 1, x plus 1, x kvadrat. X kvadrat plus 1'lər ixtisar oldu. Qaldı bizim əlimizdə 2 sıx 1, x plus 1. Çıx x kvadrat. Bu da müxtəsər vurma üstürdə x kvadrat çıx 1 çıx x kvadrat. Getdi. Cavab necə oldu? -1. 50-ci suala baxın. 4-cü dərəcə, yəni cüt dərəcədir. Üstəgəl 6-cı dərəcə cütdür. Mütləq cüt olmalıdır, başqa şansı yoxdur. Üstəgəl kök altda 5y minus 7z 7z plus x bərabərdir 0. Dəfələrlə demişəm ki, mənfi olmayanların cəmi nə vaxt 0 olar? Hamısı 0 olarsa, düzdür? Toplananlarımız belə deyək də 0 olarsa. Demək, onda sən 3z minus 9'u bərabərləyəsən 0'a. Z tapassan 3. Bunu elədik. Keçəsən bu hissəyə. 2x plus 3z çıx 11 bərabərdir 0. Z tapıbsan da 3 qoy yerinə. 2x plus 3'ü 3'ə vursan 9 çıx 11 bərabərdir 0. 2x bərabərdir 2. X'in qiyməti neçə oldu? 1. Keçirsən bu hissəyə. 5y minus 7z plus 2x bərabərdir 0. 5y qalır. Z'in 3'dür də 21. X'də 1 tapıbsa. 5y bərabərdir 20. Y neçə oldu? 4 oldu. Vəssalam. 51'i izah elədim sizə. Amma bir dəfə də üstündən izah eləyirəm. Demək, a kvadrat minus 7a minus 8 üstündə -6'da 1. Dedim ki, mənfi olanları böyükdür 0 eləyəsən. Demək, təzdən köçürdürsən, a kvadrat çıx 7a çıx 8 böyükdür 0. Əgər müsbət 6'da 1 olsaydı, böyük bərabər belə altına xət qoyacaqdım. Tamam. İndi uşaqlar, VT görə köklərini tapırsınız. Köklər -1 ilə neçədir? 8. Vuruqları ayırırsınız. A plus 1, A minus 8 böyükdür 0. Demək, kökləri qeyd edirik. -1 və 8. 8'dən sağda məsələn tutaq ki 9 var. 9'u bura qoy, bir də bura qoy. Bu da müsbətdir, bu da müsbət. Müsbəti müsbətə vuranda müsbət eləyir, bura müsbət qoyursan. -1 və 8 arası tutaq ki 6 var. Gətirirsən bu mötərizədə qoyursan. 6'ın üstünə 1 gəlirsən. 7 müsbətdir. 6'dan 8'in çıxanda mənfi. Müsbəti mənfiyə vuranda nə verir? Mənfi. Gətirirsən, bura mənfi yazırsan. Sonra keçirsən -1'dən bu tərəfə. Tutaq ki, -5 var. Birinci mötərizədə qoyursan yerinə. -5'in üstünə 1'in gələndə mənfi eləyir. -5 çıx 8 yenə mənfi. 2 mənfi olanda nə verir bizə? Müsbət. Gətirirsən, buranı üstəgələ eləyirsən. Son olaraq uşaqlar yekunda bura baxırsınız. Böyük 0 olanda, yəni üstəgələ qoyduğunuz aralığı götürürsünüz. Üstəgələyi qoymuşam mənfi sonsuzluqdan -1'ə, bir də 8'dən müsbət sonsuzluğa. Bizdən də ən kiçik natural əldə edilənə görə 8'dən yuxarı ən kiçiyə də hansıdır? 9. İndi 53-cü sualımıza baxaq. 4-cü dərəcədən açıq 3 üstü 4. Üstəgəl 3-cü dərəcədən 2a minus 1'in kubu. Üstəgəl kök altında 2 minus a'nın kvadratı. 4-cü dərəcələr gedir. Qalır modulda a minus 3. Üstəgəl təklər gedir, olduğu kimi çıxardırıq. Üstəgəl uşaqlar baxın, burada 2 minus a
Kökün içində yazılıb da onsuz. Görsən kvadrat zad yoxdur ki, bu içində. Demək onda burada A şərti özümüz tez tapa bilərik. Demək onda bizim A-yımız həmişə mütləq 2-dən kiçik olmalıdır. Hələ kiçik bərabər. Kvadratla kök gedir. Burada 2 minus A olur. Taban modula yazmırsam. Bir də deyirəm, məsələn, bunu 2 çıx A yaza bilmişəmsə kökün içində, demək bu müsbətdir ki, mən yazmışam. Əgər bunu 2 çıx A-nın kvadratı yazsam, onda bilmirəm, bu mənfi də olar, müsbət də olar. Onsuz kvadratdır deyə mənfisi silinəcək. Onlara diqqətli olun. Vəssalam, indi şərti mən burada tapdım axı, A 2-dən kiçikdir. Gətirirəm burada qoyuram. 2-dən kiçik ədəd qoyanda, məsələn 1 qoyursan, 1-dən 3 çıxanda mənfi verir. Ona görə yerini dəyişirik. Üstəgəl 2A minus 1, üstəgəl 2 minus A. Mənfi A ilə mənfi A, mənfi 2 A eləyir. Bu da müsbətdir, gedir. Qalır 3-dən 1-in çıxırsınız. 2 üstünə 2 gəldən neçə elədi? 4. Bir də deyirəm sizə, buna çox fikir verin. Tutaq ki, kök altında 5 minus A verdim sizə. Məsələn, bura kvadrat qoyuram. Tez sən özün deməlisən ki, A 5-dən kiçik bərabər olmalıdır. Çünki yəni sən 5-dən böyük ədəd qoysan, köküncü mənfi olur. Əgər belə yazsam misalı, burada deyə bilmərsən ki, A kiçik bərabərdir, ya böyük bərabərdir. Niyə? Çünki sən bu A-ya müsbət ədəd də verərsən, 5-dən böyük də verə bilərsən, 5-dən kiçik də verə bilərsən. Onsuz da bunun üstü kvadratdır deyə bu yəni müsbətdir. Amma özü nə olduğunu bilmirsən. Ona görə bunu mütləq modulda yazmalısan. Yaxşı. 55-ci suala baxaq. Uşaqlar, həndəsi orta nədir? Həndəsi orta. Demək, ədədləri, məsələn, 2 ədəd var da, tutaq ki, 2 və 8. Demək, bunu belə yaza bilərsən. X kvadrat bərabərdir. 2 vurulsun 8, yəni 16. X neçə olur? 4. Deyək ki, 2-dir, 4-dür, 8-dir. 3 ədədin həndəsi ortası x kub bərabərdir. Bu dəfə 2 vur, 4 vur, 8 yazırsınız. 2, 4-ün 8, 8, 64. Nəyin kubu 64-dür? 4-ün. Və yaxud da ki, belə edirsiniz. Ədədləri vurursunuz, sayını kökün içinə yazırsınız. Aha, 3 ədəd var axı, 3-cü dərəcədən 2 vur, 4 vur, 8 yazırsınız. Hansı xoşunuza gəlir, o formada götürün. Aha, indi bizim misalımızda da 2 ədəd verib. Biri 19 minus 4 kök 15'dir. O biri de 19 plus 4 kök 15'dir. Vəssalam, ikisini bir-birinə vurursan, kök altına yazırsan. 56'ya baxaq bir dənə. Şöyle 56'da köçütmürəm. 5-ci dərəcədən. Sayın görək hələ 25'lərdən neçə dənə vardı orada. Baxın 1, 2, 3, 4, 5. Məsələn, tutaq ki, 2x üstəgəl 2x üstəgəl x yazanda sən o, məsələn, 5-dən yazanda 5x yazmırsan. Demə, mən də bunu yazaram. 5 vuraq 25 üstü 7 da. Yəni 25 üstü 7-dən 5 dənə var. Aşağıya fikir ver. Aşağıda kub düsturudur. Kubun düsturu necə idi? Açıq 1, A-nın kvadratı plus A plus B deyək də bunu. AB plus B kvadrat. Nəyin düsturuydu? A kub minus B kub. Demə, onda məxrəcimiz də 3-cü dərəcədən 6-nın kubu çıx 1-in kubudur. Yaxşı. Bu kubla da kub gedir. 6 çıx 1. Yəni məxrəc neçə oldu? 5. İndi yuxarıya baxın. 5-ci dərəcədən 5 vurulsun. 25 5 üstü 2'də axı. Üstündə də 7 varsa 5 üstü 14 elədi. Bu da 5 üstü 15 eləyir. Vurma olanda üstlər toplanılır. 15 ilə 5 edir. Qalır 5 üstü 3. Aşağıda da 5 var. İxtisar gedir 5 üstü 2. Cavab neçə oldu? 25. 57-ci suala baxaq. 4-cü dərəcədən 125 vuraq. 3-cü dərəcədən 25. Bölək. 6-cı dərəcədən 25 vurulsun. 5 üstü 3 vur kökotda 5. Baxın, yenə dediyim şeydir. Dərəcəyə fikir ver 4'dür. Bunun dərəcəsi neçədir? 6 olmaz. Buna bölə bilmərik. Dərəcələri eyniləşdirməlisən. 12-ci dərəcə yazırsan. İndi birinci misalımızın dərəcəsi 4 olduğu üçün bunu kuba yüksəldirik. Demək, bunun içindəkilər, bunun içi kuba yüksələcək. Təkdə başlayırsan, yazırsan 125'in kubu vur. 3-cü dərəcədən də kuba yüksəldəndə də 25'in özü olacaq. Vurulsun, bölək.
İndi ikinciyə baxın. Dərəcəsi 6-dır, düzdür. 12 olması üçün nə etməlisən? Bunu kvadrata yüksəldirsən. Bir başlayıram yenə. 25'in kvadratı vur 5 üstü 6 çünkü 3'tür 2'ye vur. Kök 5'in də kvadratı neçə elədi? 5. Qutardı misalımız gül kimi oldu. İndi dərəcələr eyni olduğu üçün ixtisar eləyə bilərik. Amma birinci biraz da sadələşdirək. Bu 125 5'in kubudur. Üstündə də 3 var da oldu 5 üstü 9. 25 5'in üstü 2'dir. Bölək. Keçdik bu birinə. 25 5 üstü 2'dir. Üstündə də 2 var. Oldu 5 üstü 4. Vur 5 üstü 6. Vur 5. 12-ci dərəcədən vurma olanda üstlər toplanılır. 12-ci dərəcədən 4 burada, 6 burada, 11 də burada. 5 üstü 11. Eyni şeylərdə. İxtisar getdi. Cavab 1 oldu. 59'da da izah edeyim. 6-cı dərəcədən 4 minus kök 15 var əlimdə. Məxrəcdə də 4 minus kök 15 vurulsun. 3-cü dərəcədən 4 plus kök 15. Yenə izah edirəm. Dərəcələr fərqlidirsə mütləq ortaq dərəcə 3'dür, 2'dir, 3'dür. Görürsünüz, 6'ını yazırsınız, kəsir çəkirsiniz. Sürət zaten onsuz da 6-cı dərəcədə olduğu kimi qalır. İndi məxrəcdəkinə fikir ver. Bunun dərəcəsi 2'dir, görsən. 6 olması üçün bunun için kuba yüksəldilməlisən. Demək, bunu yazırsan 4 çıx kök 15'in kubu. İndi buna bax. Bura. Dərəcə 3'dür, görsən. 6 olması üçün neyniyəsən? Bunu kvadrata yüksəldirsən. 4 üstəgəl kök 15'in kvadratı. Sonra 4 minus kök 15 ilə bu gedir. Qalır 6-cı dərəcədən. Sürətdə 1 qaldı. Aşağıda qaldı 4 minus kök 15'in kvadratı. 4 plus kök 15'in kvadratı. Neçə dəfə dedim ki, qüvvətlə olan misallarda əgər qüvvətlər eynidirsə, görsən ikisində də 2'dir. Sən birinci əsasları vur. 4 çıx kök 15'i 4 plus kök 15'e vuranda neçə eləyir? 1 eləyir, 16 çıxım. Demək, sən misalın 6-cı dərəcədən 1 imiş də. Cavab da 1 olacaq.